Gədəbəyin ucqar dağ kəndlərinin birində meşəliklərin arasında unudulmuş, qaranlıq və sükut içində çürüyən bir bina vardı. Bu bina köhnə xəstəxana, Sovet dövründə tikilmiş, illərlə rayona xidmət etmişdi. Amma 1998-ci ilin yayında orada baş verən sirli ölümlərdən sonra qapıları əbədi olaraq bağlandı. Kəndə bu hadisələrdən danışanlar pıçıltı ilə danışar, hekayəni axıra qədər söyləməyə cəsarət etməzdilər. Amma mən danışacağam, çünki mən o gecə orada olmuşam. Gözlənilməz ölüm. İyul ayının ortaları idi. Hava isti, amma qəribə dərəcədə ağır idi. Elə bil dağların üstünü görünməz bir duman örtmüşdü. Xəstəxanada qəribə şeylər baş verməyə başlamışdı. Tamamilə sağalmağa yaxın xəstələr gecələr qəfil ölürdü. Nəfəs almaqda çətinlik çəkdiklərini deyirdilər. Sonra isə gözləri açıq və qorxu dolu ifadə ilə cansız qalırdılar. Onların hamısının sifətində eyni ifadə vardı. Ölümcül, vahimə. Tibb bacıları gecə növbələrində binada qəribə səslər eşitdiklərini deyirdilər. Sanki kiminsə pıçıltısı, dəhlizdə addım səsləri, bəzən isə ağlayan uşaq səsi. Həkimlər buna əvvəlcə stres, yuxusuzluq və ya təsadüf kimi baxdılar. Ta ki baş həkim Kamran doktor özü qəribəliklərə şahid olana qədər. Kamran doktorun gecəsi. Kamran bəy ağıllı, realist və inanmayan bir adam idi. Əfsanələrə gülər, elmi izahı olmayan şey yoxdur deyərdi. Ancaq bir gecə öz gözü ilə görmək üçün tək başına xəstəxanada qalmağa qərar verdi. Gecə saat 2:45-də elektrik cızıltısı ilə getdi. Generatorda nasazlıq yox idi. Hər şeyə baxmayaraq qaranlığın içində sükut hökm sürürdü. Kamran həkim cib fənərini yandırıb dəhliz boyunca addımladı. Birinci mərtəbədə heç nə yox idi. Amma ikinci mərtəbəyə qalxanda, divarlardan sanki nəfəs səsləri gəlirdi. Fənəri çevirəndə gözlənilmədən bir otağın qapısı yavaşca açıldı. Otağın içindən soyuq bir külək üzünə çırpıldı. Kamran həkim otağa girdi və gördü. Köhnə əməliyyat masasında uzanan bir adam vardı. Üzündə qırmızı cizgilər, gözləri isə qandan al idi. O varlıq Kamrana baxaraq pıçıltı ilə danışdı. Bu yer bizə məxsusdur, siz oyatdınız. Kamran doktor qorxudan titrəyərək geri çəkildi. Dəhlizdə ağ paltarlı bir qadın silueti görünürdü. Onun arxasında isə sanki kölgələr oynayırdı. O qışqırdı, pəncərədən özünü bayıra ataraq canını qurtardı. Lənətin tarixi. Səhəri gün Kamran həkim ağlını itirmiş halda tapıldı. Onun söyləyə bildiyi təkcə bu idi. O burada yaşayır. Gözləri qandan idi. Xəstəxana dərhal bağlandı. Bir daha açılmadı. Köhnə sakinlər sonradan danışmağa başladılar. Deyilənə görə bu yerin altında qədim ziyarətgah və qurban məzarları olub. Sovetlər dövründə xəbərsiz şəkildə həmin türbələrin üzərində xəstəxana tikilmişdi. O yatan ruhlar oyadılmışdı və narahat olmuşdular. İllər sonra. İndi bu hadisələrdən 25 il keçir. Xəstəxana binası yarı uçuq, viran qalıb. Kənd uşaqlarına oraya yaxın getmək qadağandır. Amma yenə də cəsarətli bir-iki gənc gecələr